Məsələn, Babək Hüseynoğlu vardı, sonra Heydər Rəfkət onu televiziyaya sədr qoydu. Azərbaycan Teleradio Verilişlər şirkətinə sədr qoydu. Və bu əvvəllər Aydınlıq qəzetində adında belə yaxşı yazılar yazırdı filan zaten. Sən demə bu vəzifədən ötürü yazılmış, dağıdılmış sözünü Heydər Rəfkət gətirdi bunu şey elədi. Televiziyaya sədr qoydu. Mən də təsəvvür edeyim. Prost sadəcə qoydu bu sədr. Bu, sən demə, bu ümumiyyətlə adamlıqda. İndi Allah rəhmət eləsin, ölüb. 7-8 dənə də uşaqları var. Allah onlara da can sağlığı versin. Kişi gəlir sədr, təsəvvür edeyim. Bir də hemen bunun qardaşını da sən demə, polisdir, qapının ağzına qoyub. Qardaşı şey idi, vəzifə yəni zabit idi. Axrananıdır, nəyindi, rəisidir falan nəysə. Mən də Leningrada getmişdim. Deməli, bir işdən bağlı bizim bir dostumuz vardı. Bana dedi ki, sən Allah oradan bana bir dənə Rus arağı gətirərsən. Mən dedim, başdır. Təsəvvür edin, deyək ki, araq da gətirmişəm, maşından götürdüm, kulökün üstüne qoydum, içərik içində. Bəs polislər şey elədilər, yoxlamaq falan, o vaxt gənclərə bir şey elədilər. Baxdılar, araq deyir, olmaz aparmaq. Dedi, bu olmaz. Dedilər, hə, olmaz. Dedim, yaxşı. Götürdüm, arağı apardım, qoydum maşına. Qayıtdım, gəldim, gələndə bu, həmən bu Babəkin qardaşı Xəzər. Sən falan, sən kimin adamısan, kime arxa insan? Dedim, kişi, sən dayan görə, sən nə danışırsan? Demirsən, arağı aparma olmaz içəri. O vaxtda televiziyada, günorta televiziyada ümumiyyətlə ayaq adam tapmazdın. Ha, yəni şöbələrdə, falan da aparma olmaz. Sən demə, buna pul vermək lazım imiş, onu içəri aparmaq üçün. Dedim, aparma olmaz, apardım, qoydum da neysə, getdim içəri, bir də baxdım, aradan heç yarım saat keçməmişdi, çayxanada oturmuşam, bir də gördüm ki, bəs bir nəfər gəldi ki, bəs səni baş redaktor çağırır. Getdim, nə məsələdir, dedi ki, bəs sən nə varırsan, bəs Babək Hüseynoğlu səni axtarır, Babək müəllim, Fransadır, yəni deyir. Dedim, niyə axtarır məni? Dedik, mən də düzün deyim ki, fikirləşdim ki, yəqin bu məni çağırır ki, görsün nə məsələdir, nə baş verib. Neysə, durduq, getdik, baş redaktordan girdik içəri gəndə, bu da telefonla danışırdı, elə telefonu yerə qoydu da belə, sən orada nə ilə məşğulsan, mən səni belə falan. Dedim, mənlə sən Babək müəllim. Dedi, hə. Dedim, yaxşında sağ ol. Çıxdım, çırpdım, qapını örtdüm, çıxdım, getdim. Təsəvvür edirsiniz? Getdim, redaksiya oturdum, indi dedim, yəqin nəsə şey desə, dəxil yoxdur. Mən ölmürəm ki, burada şeydən ötürü. Bir də gördüm, baş redaktor gəldi. Hə, mən dedim, Frank, nə dedim? Mən dedim ki, bizə bir adamlar da lazımdır falan. Mən bunun bu qədər nadan olduğunu, dostlar, yəni insan gör nə qədər nadan olasan ki, yəni belə şey sən, yaxşı, qardaşını gətiribsən, qoyursan qapıya, bağlayıbsan, oraya pul yığır. Yəni, sən cəmaatı buna ayaqlatmalısan sən. Sən gəlirsən, indi bu da başı, orada da bunun haqqında, Babəkin haqqında elə şeylər deyirdilər ki, məsələn, deyək ki, bu redaktor olan vaxtı, şöbələrdə işləyən vaxtı, yəni, nə elədiyini hamdan, yəni söhbət ondan getmir. Biz onu müzakirə edirik. Mən məsələsi deyirəm, dostlar. Yəni, biz, yəni, hər birimiz gərək aybımıza kör olaq. Sən indi utanmırsan mı, sən deyən, bax, 60-cı ildir, pamoyum. 60-dır, yoxsa 61-dir, yoxsa 59-dur, bilmirəm. Yəni, haradasa bizim yaşadığımızdır da. Bax, sən utanmırsan mı, sən bu şeyləri çıxıb deyəndə ki, gör, İlham Əliyevin ad gününü milli bayram kimi. Ümumiyyətlə, dünyada belə bir təcrübə varmı? Yəni, budur. Yəni, mən demək istəyirəm ki, dostlar, bizim elmimiz bu gündədir və bəzən bunların tərəfini saxlayan şərəfsiz adamlar da var. Mən ona görə çıxıb şey deyəndə, məsələn, deyək ki, bizim yazıçıları, şairləri, baxın, ölkənin ən dar, ən dəhşətli zamanıdır. Əgər sən bu gündə bu ölkənin, bu dövlətin, bu xalqın, bu millətin qeyrətini çəkməyəcəksənsə, daha sən
nə oldu? İlham Əliyev sana deməli xalq şairini və yaxud da xalq yazısını ona görə verib ki, sana ayda 1500 manat, oradan 1500 manat pensiya, 3000 manat pul verir ki, sən susasan. Oturasan, bu da qoy istədiyini edilib xalq üçün. Xalqın başına itin oynasır. Baxın, Tofiq Yaqublu illərlə və yaxud da bu gün o 9 dənə qız heç nədən hamımız bilirik ki, bunların heç olmasa yalandan deyək ki, bir iş görmüş olar, adamı yandırmaz. Yəni bir iş görər, bir şey eləyər, bir nəsə bir bu cinayətlə bağlı. Sənin dərin üç köpüyə dəyməz. Hələ sən Allahıma şükür elə ki, səni bu xalq imkan yaradıb, sənin dədən gətirib prezident edib. Və bizim də ən dəhşətlisi odur ki, bizim də şərəfsizliyimiz, bizim də ləyaqətsizliyimiz odur ki, yəni ölkədə insanların şərəf ləyaqəti onun başında olan adamlarla ölçülür. Məsələn, deyək ki, bir ölkənin millətləri, xalqları baxır ki, bu ölkədə bunları kimlər idarə edir? Baxır falan, deyir ki, bu millət deyil ki. Baxın, deyir ki, bu millət olsa, belə şey eləyərlərmi? Məsələn, indi burada bizə bəzən söz düşəndə falan, lap dərin gedəndə burada millətçilər var da, millətçi fransızlar falan, azadlar var. Onlar bizi heç it yerə də qoymur. Biz niyə gördük ki, bu şüyütmüş adamlardır. Yəni, bunlar ləyaqəti olan adamın İlham Əliyev kimi prezidenti, Mehriban Əliyeva kimi vitse-prezidenti ola bilməz dünyasında kişi.